Sumqayıt şəhərində abadlıq və sanitariya işləri sürətlə davam etdirilir. Şəhərin müxtəlif mikrorayon və məhəllələrində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən geniş miqyaslı təmizlik və abadlıq tədbirləri həyata keçirilib. Belə ki, həyata keçirilən işlər çərçivəsində ərazidəki ağaclar budanıb, onların dibləri bellənərək baxımlı hala gətirilib. Eyni zamanda istirahət üçün nəzərdə tutulan sahələrdə yeni oturacaqlar quraşdırılıb. Bu isə sakinlərin rahatlığı və ərazinin ümumi görünüşünün yaxşılaşdırılması baxımından mühüm addımdır. Abadlıq tədbirləri çərçivəsində binaların zirzəmilərinə girişlərdə də təhlükəsizlik tədbirləri görülüb. Belə ki, həmin sahələrin müxtəlif tullantılarla doldurulmasının qarşısını almaq üçün girişlərə metal setkalar vurulub. Bu cür tədbirlər təkcə ərazinin səliqəli saxlanılmasına deyil, eyni zamanda sanitar-gigiyenik qaydaların qorunmasına da xidmət edir. Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin gündəlik təmizlik və abad saxlanılması istiqamətində nümunəvi fəaliyyət göstərir. Müəssisənin əməkdaşları istər yay, istərsə də qış mövsümündə fasiləsiz şəkildə çalışaraq şəhərin hər bir güşəsində səliqə-səhman yaratmağa, sakinlər üçün komfortlu və sağlam yaşayış mühiti formalaşdırmağa böyük töhfə verir. Birliyin yüksək peşəkarlıqla, məsuliyyətlə və çevik şəkildə fəaliyyət göstərməsi Sumqayıtın müasir şəhər obrazının qorunmasında mühüm rol oynayır. Bu səbəbdən də görülən işlər təkcə şəhər rəhbərliyinin deyil, eləcə də əhali tərəfindən də yüksək qiymətləndirilir. Şəmstan Kirətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.